Quş qripi daha bir ölkədə. İtaliya Səhiyyə Nazirliyi Avropada insanın H9N2 quş qripi virusuna ilk yoluxma halının qeydə alındığını bildirib. Hadisə Lombardiyanın şimal bölgəsində qeydə alınıb. İnfeksiyanın Avropadan kənar ölkədə yoluxmuş quş əti və ya çirklənmiş mühit və ya materiallarla birbaşa təmas yolu ilə baş verdiyi deyilir. Zəifləmiş, yanaşı xəstəlikləri olan şəxsdə heyvan mənşəli aşağı patogenlik quş qripi virusu aşkar edilib. Hazırda o xəstəxanadadır. Bütün zəruri testlər dərhal aparılıb. Onunla əlaqə saxlayan şəxslər adi profilaktik və epidemioloji tədbirlər çərçivəsində müəyyən edilib. Hazırda heç bir ciddi problem aşkarlanmayıb və vəziyyət nəzarət altındadır deyə açıqlamada bildirilib. Həmçinin qeyd olunub ki, virusun insanlarda yaratdığı xəstəlik yüngül formada keçir və insandan insana ötürülməsi halları daha əvvəl qeydə alınmayıb.